Amnesty International təşkilatı İlham Əliyevə müraciət edərək həbsdə saxladığı Tofiq Yaqubunu dərhal və qeyri-şərtsiz azadlığa buraxmağa çağırıb. Salam dəyərli tamaşaçılar, həmin müraciəti sizin diqqətinizə çatdırıram. Təşkilat bildirib ki, Tofiq Yaqubunun səhhətində kəskin pisləşmə davam edir. Onun dizində güclü ağrı və şişkinlik var və buna görə də o ayaqlarına yerə basa bilmir. Amnesty International qeyd edir ki, Tofiq Yaqublu 17 saylı cəza çəkmə müəssisəsində saxlanılır və təcili tibbi yardıma ehtiyacı var. Ailəsinin təkrar müraciətindən sonra o penitensiar xidmətin müalicə müəssisəsinə aparılıb. Orada rentgen müayinəsi keçirilsə də bu diaqnoz qoymaq üçün kifayət etməyib. Daha sonra o Leyla Şıxlinskaya klinikasına köçürülüb və MRT müayinəsindən keçirilib. Lakin iyunun 15-nə olan məlumata görə MRT müayinəsindən 4 həftədən çox vaxt keçməsinə və Tofiq Yaqubunun nəticələrinin ailəsi ilə paylaşılmasına razılıq verilməsinə baxmayaraq, müayinənin nəticələri nə onun özünə, nə də ailəsinə təqdim olunub. Həbsxana rəhbərliyi bunu ardıcıl şəkildə rədd edib. Təşkilatın İlham Əliyevə ünvanladığı müraciətdə belə deyilir. Amnesty International bildirir ki, Tofiq Yaqubunun dizindəki şişkinlik hələ Bakı İstintaq tədrisxanasında saxlandığı dövrdə sənədləşdirilib. O həmin vaxt bir neçə dəfə müayinə olunub. Müraciətdə qeyd edilir ki, əvvəlcə müəssisə əməkdaşları ona dizlikdən istifadə etməməyə tapşırıblar. Ancaq MRT müayinəsindən sonra həkim dizlik taxılmasının vacib olduğunu bildirib. Təşkilatın məlumatına görə ağrılar o qədər şiddətlənib ki, Tofiq Yaqublu artıq yerimək üçün köməkçi vasitələrə ehtiyac duyur. Ailəsi ona qoltuq ağacı çatdırmağa çalışsa da, həbsxana rəhbərliyi buna icazə verməyib və qoltuq ağacını ailəsinə geri qaytarıb. Dövlət öz nəzarətində olan bütün şəxslərin həyatına və sağlamlığına görə məsuliyyət daşıyır. Bu, ayrı-seçkiliyə yol vermədən və ödənişsiz şəkildə adekvat tibbi xidmətə çıxışın təmin olunmasını, təcili hallarda isə dərhal tibbi yardım göstərilməsini nəzərdə tuturur. Müraciətdə belə deyilir. Amnesty International İlham Əliyevi Tofiq Yaqubunu dərhal və qeyri-şərtsiz azad etməyə, onun ehtiyac duyduğu tibbi yardıma çıxışını təmin etməyə çağırıb. Təşkilat həmçinin Azərbaycan hakimiyyətini ədliyyə sistemindən fərqli fikirləri və ifadə azadlığını hədəfə almaq üçün istifadəni dayandırmağa çağırıb. Amnesty International bildirib ki, Tofiq Yaqublu hökumətdə korrupsiya və insan hüquqlarının pozulması ilə bağlı tənqidi mövqeyinə görə uzun müddətdir hakimiyyətin hədəfindədir. O, əvvəl də saxta və siyasi motivli ittihamlarla həbs olunub.